Azərbaycan mətbəxinin ən dadlı təamı kələm dolması hazırlayırıq. Kələm dolması hazırlamaq üçün kələm, mütləq yumşaq kələm seçmək lazımdır. Kələmin bərk hissəsini çıxardıb duzlu suda pörtlədirik. Dolmalıq kələm duzlu suda tez pörtlənir və yarpaqları tez qopur. İçliyi hazırlamaq üçün soğanları soyuruq. Balaca soğan olduğu üçün mən 4-5 ədəd soğandan istifadə etmişəm. Əgər soğanınızın içərisində yaşıl hissə varsa, mütləq şəkildə onu çıxardın ki, yeməyinizə acılıq qatmasın. Doğrayıcıdan soğanı keçirdim. Çəkilmiş ətə şirin bibər, soğan, duz, istiyot, yağ, kişniş, 1-2 tel şüyü və kələm dolmamın ən dadlı olmasının səbəbi odur ki, mən buna reyhan qurusu əlavə edirəm. Mütləq şəkildə bunu sınayın. İnanın dadına doyum olmaz. Çox bəyənəcəksiniz. Mütləq bir dəfə kələm dolmasına, içliyinə reyhan qurusu mən reyhan qurusunu yayda mütləq şəkildə kələm dolması üçün hazırlayıram. Bunların hamısını edib, daha sonra isə qarışdırıram və pörtlənmiş kələmlərimi ətimizi bükürəm. 1 xörək qaşığı içliyi əlavə edirəm. Kələmi 2 hissəyə bölüb bərk hissəsini çıxardıram və bu cürə bükürəm. Bir tərəfini mən bükürəm, bir tərəfini açıq qoyuram. Çünki iki tərəfli bükmək mənə çətin gəlir, belə daha rahat olur. Kələm dolmasının ən vacib sirlərindən biri də kələmin mütləq şəkildə dolmalıq kələm olmasıdır. Əgər dolmanız dadlı çıxmağını istəyirsinizsə, kələminizin əzilməməsini istəyirsinizsə, mütləq şəkildə dolmalıq kələm seçin. Dolmalıq kələm seçərkən içərisinin boş olmasına və kələmin böyük, ağırlığının isə olmamasına mütləq şəkildə diqqət edin. O zaman dolmamız həqiqətən çox dadlı çıxacaq. Kələmin bərk hissələrini kəsdikdən sonra qazanın dibinə əlavə edirəm ki, qazanımızın dibi əgər biraz yanarsa, dolmalarımız zərər görməsin. Dolmaları bir-bir qazana yığıram. Yığdıqdan sonra isə üzərinə xana qədər su əlavə edirəm. İstəsəniz siz burada kələm dolmasına sos düzəldə bilərsiniz. Sos üçün su və tomat pastasından istifadə edə bilərsiniz. Bildiyiniz kimi tomat pastası ziyanı çox olduğu üçün çox istifadə etmirəm. İçərisinə vurduğumuz tomat bəs edir. Əgər siz də bu cür hazırlamaq istəsəz, mütləq şəkildə videonu yaddaşa verib, videomu bəyənsə, şərhlərdə bir ürək belə qoymağı əsirgəməyin. Videomu bəyənib yaxınlarınızla bölüşüb mənə dəstək ola bilərsiniz. Dəstəyiniz kanalımız üçün çox önəmlidir. Əgər bəyəndiksə, yorum hissəsində qeyd edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Və siz necə hazırlayırsınız dolmanı mənimlə bölüşə bilərsiniz. Əməyə xatir videonun sonundakı bəyən tuşuna basmağı unutmayın. Hələlik dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın.